Değerli müsəlmanlar, İslamda siğa adında bir şey yoktu. Bu açıq aydın zinadır. Bəzi özünə dindar deyən bu dırnaqarası dindarlar, mollalar və onların arxasıca gedənlər zinanın adını dəyişib siğa qoyublar. Bu batil bir yolda. Allah Teala buyurur ki: "Və la taqrabu zina innehu kana fahişeten ve sa'a sabila." Zinaya yaxınlaşmayın. O murdar bir əməldir, pis bir yoldur. Bugün görsən bu insanlar özünə dindar deyənlər bəzi qadınların imanından istifadə eləyib, onlara bu əməli dindən bir əməl kimi öyrədib, onların namusundan istifadə edirlər. Murdar bir əməldir, iğrənc bir əməldir bu. Yoxdur İslamda belə bir şey. İslamda halal nikah var. Siz baxsaz o siğənin nikahında qadın özü üçün deyir ki, vəlidir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o qadın ki özünü evləndirir, nikahı batildir, batildir. Hələ bu həqiqi özünü evləndirən qadından gedir. Qaldı ki, siğə elətdirilən qadın.